Pəncəli uşaqlıqdan elə cəsur, çox cəngəvar bir uşaq idi. Hələ uşaqlıqda burada biz bir yerdə böyüdüyümüz vaxtlar həmişə o Xocalı haqqında verilişlər gedəndə ASV-də onu izləyib deyirdi ki, mən Xocalıda qətlə yetirilən o doğmuş uşaqları, o ahılları, qucaları qanını mən alacağam. Biz onu hərbi xidmətə yola saldıq. Hərbi xidmətdə 11 ay hərbi xidmətdə qulluq elədi. Sonra evə göndərmişdilər. Gəldi evə sənədlərini yığışdırdı, götürdü. Dedi ki, anam, mən gedirəm, hərbidə qalacağam. O gedən idi, getdi. Bilirdim ki, harca bunlar xüsusi təyinatlıdır, kəşfiyyatçıdırlar. Amma açığın deyim, o qədər də bilmirdik ki, məsəl üçün o hansı işlərlə məşğuldur. Həqiqətən mən Pəncəlini şəhid olduqdan sonra tanımışam. Onun sağlığında biz ondan bir kəlmə sözü eşitmədik. Amma o şəhid olduqdan sonra onun igidliyini, onun bu Azərbaycan xalqı üçün, bu dövlət üçün, bu torpaq üçün nələr etdiyini eşidəndə həqiqətən mən Pəncəli ilə qürur duyuram. Mənim dilimə gəldi ki, dedim, oğlum, Pəncəli 33 yaşına ayaq qoyub, 33 yaşında onun üçün toy edirik. Siz onun üçün bir müğənni gətirin, onun toyu bir yadigar qalsın. Uşaqlar mənə dedilər ki, ana, sən niyə elə deyirsən ki, toylu eləyərik də, yadigar nə sözdür ki? Pəncəli şəhid olduqdan sonra uşaqlar dedilər, ana, sən nə bilirdin ki, Pəncəli şəhid olacaq, onun toyu yadigar qalacaq. Onun toyu da onun o dediyi sözlərlə yadigar qaldı. Hansı ki, Manaf mikrofonu onun əlinə verdi, o şəhidliyi özünə arzu elədi. Mən bunu sidq ürəklə deyirəm, təmiz ürəklə deyirəm. Hər zaman xalqım üçün, vətənim üçün, torpağım üçün canımla, qanımla keçməyə hazıram. Və həmişə özümə arzu eləmişəm ki, vətənim üçün şəhid olub, Azərbaycan Respublikasının 3 rəngli ay ulduzlu bayrağı ilə bükülüb tabutun dəfn olmağa getsin. Hamınızı öpürəm. O toyxanada nə qədər adam var, onun o söz danışığına, o səsinə təəccübləndilər. Bu necə olacaq? Bu cavan özü var, nə arzu edir? Onun fikri, onun zikri hamı dövləti qorumaq, torpaqlarımızı almaq idi. Ayın 2-si 3-ə keçən gecə Pəncəli şəhid olmuşdu. Biz isə ayın 10-u xəbər bildik. Ayın 10-u axşam çağı bizə xəbər çatdı ki, Pəncəlidə şəhid olub. Səhərisi gün saat 11-də hamı hərbiçilər gətirdilər tabutunu. Bizə dedilər ki, ana ilə bacı qışqırıq zad eləyər. Onlar baxmasınlar. Ata ilə qardaş gedib Pəncəliyə yolda baxsın. Amma mən dedim ki, siz gedin, ağsaqqallara deyin. Mən bir ana kimi öz oğlumu tanıyaram. Öz oğluma baxmasam, mən narahat olaram. Gərək baxım, görüm oğlumdur ya yox. Gətirdilər, baxdım, gördüm həqiqətən Pəncəlidir. Bir əməliyyata gedəndə deməli Xocalıda qətliam törədən şərəfsiz bir polkovnik var imiş. Sonradan məlum olub ki, həmən o polkovnik elə bir ki, general rütbəsinin təqdimatına gedirmiş. İzləmələrdə qalıblar, izləyiblər, görüblər bir dənə UAZ gəlir. Bu UAZ-ı uzaqdan vurmuşlar, zəhərsizləşdirmişlər. Əməliyyatda olduğu zaman bir vaxtlar 12 nəfərdən ibarət bir heyət olub. Gedirlər Kəlbəcər istiqamətindən. Bunlar müasirəyə düşürlər. Müasirəyə düşəndə bunlar bu rəhmətli gecə vaxtı öz yoldaşlarının çoxunu orada təxliyə edir. Yoldaşlar çıxandan sonra o özü orada tək Böyükən yolun içində 21 gün orada qalmışdı. Elə bilmişlər ki, bu öldü, bu qaldı, nəşi qaldı düşmən tərəfdə. Rəhmətli deyir, gəldi, gördük sağ-salamatdır, amma
saqqalca bel basması. Hal-hazırda onun şəkli də var orada. Əməliyyata girəndə hiss eləyirlər ki, düşmən var qabaqda. İşıq düşməsin deyə siqareti əlində saxlayıb, əlcəyi dayanıb. Hal-hazırda əlcəyi də sübut kimi buradadır. O ev muzeyində qurub saxlayırıq. Keçən ilin yayında getdik Talış kəndin həmən o şəhid olduğu yerə getdik. Oranı biz ziyarət elədik. Oradan həmən torpaqdan götürdük. Gətirdik qəbrin üstünə də qoymuşuq. Arzu edirəm ki, Azərbaycana həmişə Pəncəli kimi igidlər xidmət eləsin. Pəncəli kimi igidlər Azərbaycanı qorusunlar.